Allahdan istəmək lazımdır həqiqətən də ki, həyat yoldaşıdır, dünya yoldaşı deyil. Bərzəxdə də səndəndir, qiyamətdə də səndəndir. Da həyatın yoldaşıdır bu. Həyat da bitmir, qurtarmır da. Getdi, onu düzgün seçməlisən və bunun üçün Allahdan istəməlisən. İndi ola bilər imtahanlar olsun ki, bəzi xasiyyətlər tutuşmayacaq. O bunun dediyini bəzən başa düşməyəcək. Amma bir müddətdən sonra bir-birlərini anlayıb, bir-birlərini fəda eləməklə özlərini, bu onun o xasiyyətindən keçməklə, bunun bu xarakterinə göz yummaqla bir-birlərinə alışarlar, zövc olarlar da, zövc iki ayaqqabıya deyərlər ki, fərqlidir, amma biri digərini tamamlayır da, bir mənasıdır. Yəni, əzvac olmaq, zövc olmaq, yəni, ola bilər səndə müəyyən xasiyyətlər var, məndə fərqlidir, məsələn, səndə fərqli, onda fərqli, amma bunlar neyinir? Uyğunlaşa bilirlər, bir yerə gələ bilirlər, bir nöqtəyə dayana bilirlər. Və bu da onların bir imtihanı olar ki, kamala yetişənlər, Allaha çatarlar, Allaha qovuşarlar o çətinliklər içində. Bu qədər. Dua eləsin, dua. İstəsin Allah.